Salam hörmətli fiziki tərbiyə müəllimləri və müəllim adını qazanmaq istəyən müdavimlər. Bugün izah edəcəyim mövzu badminton idman oyunudur. Badminton İngiltərənin Badminton şəhərindən götürülüb adı. 1873-cü ildə İngiltərədə yaranıb və badmintonun ilkin forması T-Gians idi. Badmintona bənzər oyun 19-cu əsrdə Pro adı altında oynanılıb. Beynəlxalq Badminton Federasiyası 1934-cü ildə, Azərbaycan Badminton Federasiyası isə 1962-ci ildə yaradılıb və Azərbaycan Badminton Federasiyasının prezidenti Talih Ziyadovdur. 1957-ci ildə Azərbaycanda badmintonun əsasını əməkdar məşqçimiz Nazim Əliyev qoymuşdur. Badminton üzrə həm Thomas, həm də Thomas kişilər arasında, Oberkubuq isə qadınlar arasında və hər ikisi 2 ildən bir keçirilir. 1992-ci ildə badminton Olimpiya oyunları proqramına rəsmi olaraq Barselona oyunlarında qoşulmuşdur. Gəlin badminton idman oyununda qaydalara baxaq. Badminton idman oyunu püşkatma ilə başlayır. Oyunumuz 3 setdən ibarətdir. Birinci set, ikinci set və üçüncü set. Birinci setdə oyunu hansı komandanın başlayacağı püşkatma ilə müəyyən olunur və badminton idman oyunu təklər, cütlər, mikslər arasında oynanılır. Müəllimlər, təklər, yəni bir oğlan bir oğlana qarşı, cütlər 2 oğlan 2 oğlana və yaxud da 2 qız 2 qıza qarşı, mikslər isə takımda həm oğlan həm qız varsa qarışıq cütlər deyilir. Mikslər. Dedik ki, oyunumuz 3 setdən ibarətdir. Minimum 2 setə oyunun qalibi olmaq ola bilər. Yəni, bir komanda həm birinci setdə qalib gəlibsə, həm ikinci setdə qalib gəlibsə, artıq bu üçüncü seti oynamağa ehtiyac yoxdur. Ardıcıl 2 seti udan komanda oyunun qalibi hesab olunur. Birinci setdə 2 komanda arasında oynanılır müəllimlər. Birinci setdə oyuna hansı komandanın başlayacağı dedik ki, püşkatma ilə müəyyən olunur. İkinci setdə bəs oyuna hansı komanda başlayacaq? Təbii ki, qalib gələn komanda. Birinci setdə qalib gələn komanda ikinci setdə oyuna başlayacaq. Üçüncü setdə də eyni qaydada. İkinci setdə qalib gələn komanda üçüncü setdə oyuna başlayacaq. Hər setimiz müəllimlər 21 xala qədər oynanılır. Əgər müəllimlər hesab bərabər olarsa 20-20. Bu zaman oyunumuz 2 xal fərqi ilə davam edir. Ancaq sonsuza qədər davam etmir. Hesab 29-29 olana qədər oyun 2 xal fərqi ilə davam edir. Məsələn, bu 20-20 olmuşuq bərabər. Taq ki, növbəti gedişdə əgər bizdən hər hansı birimiz, məsələn, 24-26 olacaqsa 2 xal fərqi var. Təbii ki, 26 olan komanda oyunun qalibi hesab olunacaq. Lakin əgər biz ardıcıl olaraq 2 xal fərqini qazana bilmiriksə, 2 xal fərqimiz yoxdursa, məsələn, oyunun sonuna qədər 28-28, artıq 29-29-cu xallardayıqsa, bu zaman hesab 29-29 olarsa, artıq 2 xal fərqinə ehtiyac yoxdur. İlk hər hansı bir komandadan biri 30 xalı qazananda, bu zaman oyunun qalibi həmin komanda hesab olunur. Bir də müəllimlər, bu oyunda texniki time-out var. Time-out fərqlidir, texniki time-out isə fərqlidir. Məsələn, basketbol idman oyununda time-out var. Yəni, oyuncu istəyir istifadə edir, istəyir istifadə etmir. Amma texniki time-out isə məcburidir, istifadə etməliyik. Birinci setdə 11-ci xala ilk çatan komanda texniki time-out edir və texniki time-outumuzun müddəti də 1 dəqiqədir. Testdə 1 dəqiqə görməsəz 60 saniyəni görsək, yenə də müəllimlər eyni mənanı verir. İkinci setdə də 11-ci xala çatdıqda 1 dəqiqəlik ilk hansı komanda çatırsa, həmin komanda 1 dəqiqə 60 saniyəlik fasilə. Üçüncü setdə də 11-ci xala çatan komanda texniki time-out götürür. Lakin bu texniki time-outun fərqi nədədir? Birinci setdə də götürdük, istirahət edib qayıdırıq. İkinci setdə də 60 saniyəlik istirahət edib qayıdırıq. Lakin üçüncü setdə 11-ci xala çatdıqda komandalar meydanda yer dəyişir. Meydanda yer dəyişir.
Bu yalnız 3-cü setdə fərqlidir. Birinci set püşkatma ilə başlayır. Birinci hissənin sonunda yer dəyişmə edirik ikinci hissəni oynamaq üçün. İkinci hissənin də sonunda yer dəyişmə edirik üçüncü hissəni oynamaq üçün. Üçüncü setdə də 11-ci xala çatdıqda yenə, yəni oyun ərzində maksimum oynanmışıqsa 3 dəfə müəllimlər yer dəyişmə olur. Əgər maksimum oynamışıqsa 3 dəfə yer dəyişmə olur və badminton idman oyununda yeganə idman oyunudur ki, bu oyununda oyunçu dəyişikliyi yoxdur. Yəni digər oyunlarda ya limitimiz var, ya məhdudiyyət yoxdur deyirik, amma badminton idman oyununda oyunçu dəyişikliyi yoxdur. Biz dedik ki, oyunumuz püşkatma ilə başlayır. Yaxşı. Badminton idman oyununda bir də yadımızda saxlayaq ki, oyun başlanğıcı 0 xal, cüt xal. Bu zaman balan oyuna necə daxil edilir? Müəllimlər, əgər biz 0 xal, cüt xal görürük, oyun başlanğıcını bizdən istəyirsə, servis sağdan diaqonal, yəni cəbinə daxil edilir. Tək xallarda isə müəllimlər, tək xallarda isə soldan diaqonal oyuna daxil edilir. Yəni hər iki halda bizə sual verilərsə, servisdən oyuna necə daxil edilir? Təbii ki, deyirik ki, 0 xal, cüt xallarda sağdan diaqonal, tək xallarda isə soldan diaqonal oyuna daxil edilir. Gəlin badminton idman oyununda raketka, topla sizləri tanış edək. Baxın müəllimlər, gəlin servisdən valanın oyuna daxil edilməsi barəsində danışaq. Biz servisdən valanın oyuna daxil edəndə ilk öncə 2 ayağımız yerdə olmalıdır. Xətti tapdalaya bilmərik. Və bununla yanaşı raketka üzü aşağı olmalıdır. Gördüyünüz kimi şəkildə lələk tərəfindən tutulub, probka tərəfindən isə vurulur. Baxın, burada servisdən oyuna daxil edilmə tamamilə doğrudur. Müəllimlər, bu gördüyünüz badminton idman oyununun meydançasıdır. Badminton idman oyununda meydançanın digər adı kortdur. Meydança kort adlanır və meydançanın uzunluğu təklər üçün də, cütlər üçün də meydançanın uzunluğu, yəni bu yan xəttdən uzunluğu eynidir, 13 metr 40 sm. Ancaq eni isə təklər üçün 5-18, cütlər üçün isə 6-10. Meydançanda gördüyümüz bütün xəttlərimizin qalınlığı müəllimlər 4 sm-dir. Yəni biz meydanda nə qədər xətt görürüksə, hər birinin qalınlığı 4 sm-dir və meydança biz bilirik ki, bağlı yerdə oynanılır və burada tavanın hündürlüyünü bizdən istəsə 7-9 metr götürürük. Burada boş zona var. Yaxşı, boş zonamız hansı hissədir? Təbii ki, baxın bu hissə rəqibdə və bizdə olan hissə ki var. Onlar boş zona adlanır və boş zona 1.98-dir. Gördüyünüz hal-hazırda badminton idman oyununda tordur. Oyunun məqsədi nədir? Oyunumuzun məqsədi budur ki, tutaq ki, servis əgər cüt xallardayıqsa, baxın müəllimlər, bura sağdır, bu da rəqibin sağ hissəsidir, sol və bizim də sol hissə. Əgər biz cüt xallardayıqsa, 0 xal oyun başlanğıcıdırsa, sağdan diaqonal oyuna daxil edirik. Sağdan diaqonal. Lakin tək xallarda isə, tək xallarda soldan diaqonal daxil edirik və oyunun məqsədi də rəqibin sahəsinə balanı atmaqdır. Gördüyünüz bu torun dirəklərinin, baxın, iki dirək arasındakı məsafə 6-10. Torun qalınlığını bizdən istəsə 76 sm. Torun ortadan, bax bu hissədən hündürlüyü 1.52, qıraqlardan isə hündürlüyün müəllimlər bizdən istəsə 1.55 olaraq götürürük. Yəni 1.55 qeyd olunub. Badminton idman oyununda gəlin valan haqqında sizə məlumat verim. Müəllimlər, badmintonda valan 16 lələkdən ibarətdir. Bizdən valanın çəkisini soruşsa 4,74, 5,5 qramdır. Yaxşı, neçə lələkdən ibarətdir? 16 lələkdən ibarətdir. Bayaq dediyim kimi, bu lələk hissəsindən tutulur,
probka tərəfindən isə vurulur. Gəlin raketkaya baxaq. Raketka müəllimlərin işə qəbulunda düşmüş suallardan çəksi düşmüşdür. Badminton idman oyununda raketkanın çəkisini bizdən istəsə 135-190 qramdır. Eni 23 santimetrdir. Uzunluğu isə 65,5 santimetrdir. Müəllimlər, badminton idman oyunu haqqında qısa izahımız. Əgər sizlər də dəstəyimizə qoşulmaq istəyirsinizsə, əyani və onlayn müraciət edə bilərsiniz. Əyani dərslərimiz Lənkəran şəhərində yerləşən Elm Tədris Akademiyasında, onlayn dərslərimiz isə Zoom və yaxud da Google Meet proqramı vasitəsilə həyata keçirilir. Dərsimizi izlədiyiniz üçün təşəkkür edirik.